Salam dəyərli altıncılar. Yaddaş mətni üzrə tapşırıqların izahına başlayırıq. İlk tapşırığımızda deyir ki, bəşər sivilizasiyasının tarixi ilə bağlı aşağıdakı məlumatları oxuyun. Təsəvvür eləyin ki, zaman maşını ilə 150 il sonraya səyahət etmisiniz. Həmin dövrü necə təsəvvür edirsiniz? Yəni 150 il sonraki dövrlə bağlı siz hansı fikirləri irəli sürə bilərsiniz? Məlumatlar belədir. Məsələn, verib ki, neolit dövründə insanlar 25-28 il yaşayıb ortalama, orta əsrdə 35-40 il və müasir dövrdə 70-72 il. Nəqliyyatda artıq fikir versiniz, araba, hava şarı, qatar, avtomobil, təyyarə, kosmik gəmi, artıq dron, kommunikasiyada poçt, teleqraf, telefon, radio, televizor, internet. Yəni, ən belə deyək ki, qədimdən ən müasir dövrə qədər addımlar pilləvarı verilib. İlk tapşırığımız haqqında biz hansı fikirləri yürüdə bilərik? Yəni, belə deyək ki, siz 150 il sonraki həyatı təsvir eləyin və mövzu ilə bağlı öz ağlınızda, xəyalınızda canlandırdığınız belə deyək ki, məqamlar haqqında danışın. Yəni 150 il sonraki illəri, 150 il sonranı necə görürsünüz, necə təsəvvür edirsiniz? 150 il sonra hansı yeniliklər ola bilər? Aydındırmı? Bu belə deyək ki, burada konkret yəni cavab yoxdur. Yəni belə deyək ki, hərənin öz fikri, öz düşüncəsi, öz təsəvvürü ola bilər. Mətni oxuyacaqsınız və mən mətni oxumuram və mətni oxuyacaqsınız. Mətn üzrə tapşırıqların izahını birlikdə izləyə bilərik, müqayisə edə bilərik. Mətnin girişindən əsas obraz, məkan, zaman haqqında hansı məlumatları əldə etdiniz? Biz bilirik ki, mətnin giriş hissəsi mətnin əsasən birinci abzasıdır və biz burada bu hissədən hansı məlumatlar əldə elədik? Hadisələrin baş verdiyi məkan haqqında, zaman haqqında hansı məlumatlar əldə elədik? Ona görə də biz belə deyək ki, bu hissənin yaxşı mənimsənilməsi üçün gələcək dövrü təsəvvürlərində canlandırmasına kömək etmək üçün demək ki, bu hissəni, mətni daha yaxşı oxumağımız tövsiyə olunur. Mətndən bizə məlum olur ki, əsərdəki hadisələr yaşadığımız zamandan xeyli sonrakı dövrə aiddir. Və bu dövrdə yerə ayaq basmaq, sonra suya girmək təhlükəlidir. Yəni, insanlar yer üzündə sərbəst yaşaya bilmir. Əsas obraz kimi biz burada hüceyrə yenilənməsi prosesi keçirməklə 180 ildir ki, yaşayır hüceyrə yenilənməsi və mətndə onun virtual, yəni real olmayan səyahətlə bugün elmə məlum olmayan planetlərə səfər etdiyi nə olur? Təsvir edilir. Aydındırmı? Bu formada biz verə bilərik. Sonra, yəni əsas obraz kimi biz hüceyrə yenilənməsi, məkan olaraq biz planetləri qeyd edə bilərik. Zaman da artıq 180 il sonraki dövrü qeyd eləmək olar. C tapşırığına baxırıq. Oxuduğunuz hissənin son cümləsini şərh eləyin, yəni izah eləyin. Bu son cümlə budur. Deyir, sizcə nə üçün əsərin qəhrəmanı su və torpaqla təmasda olmağı təhlükəli hesab edir? Budur. Yəni deyir, indi kim risk edib suya girər, torpağa ayaq qoyar? Yəni indi kimsə risk eləmir, torpağa ayaq basmağı, suya girməyə kimsə risk eləmir. Bu cümləni biz necə başa düşürük? Mətndə bizə təqdim olunur ki, baş qəhrəman gənclik illərində normal həyat tərzi sürür, ancaq sonradan o qapalı həyatı seçir. Şagirdlər, belə deyək ki, qapalı həyatı təsəvvürlərini öz beyinlərində canlandırırlar. Məsələn, hər kəs evində və ya xüsusi havalandırılmış qapalı qutularda yaşamağa məcburdur. Çünki bayıra çıxmaq, torpağa ayaq basmaq, dənizdə çimmək, bunlar hamısı təhlükəlidir. Bunun səbəbi nədir? Yer planetinin artıq çirkli olmasıdır və insanların ətraf mühiti, havanı, suyu qorumaması artıq ciddi fəsadlara gətirib çıxarır. Mətnin davamını oxuyacaqsınız. Və burada söz boxçasında yeni sözlərlə tanış olursunuz. Plantasiya, rasional, virtual, server, aksiya, yottabayt,
proyektor, qlobal və vlog sözləri. Bunların biz izahlarına baxa bilərik. Məsələn, kontekstə görə, yəni mətnə görə izahlarına baxmaq tələb olunur. Amma biz ümumən elə kontekstə görə də bunların izahlarını belə deyək ki, bir-bir təqdim edə bilərik. Məsələn, baxaq. Birinci burada hansı sözünü verib? Demək, məsələn, baxaq. Deyir ki, insanın öz gündəlik həyatını video çəkilişlə əks etdirməsi bu nədir? Bu vloqdur. Düzdürmü? Bütün yer kürəsini bürüyən, dünya miqyaslı proseslər nə adlanır? Qlobal adlanır. Kompüter şəbəkəsində əsas qurğu, informasiyanı toplayan, ötürən xüsusi proqramlarla təmin olmuş kompüterə nə deyirlər? Buna da yəqin ki, server deyiləcəkdir, elə deyilmi? Bu serverdə geçsin. Təsvirlərin böyük ekranda göstərilməsi üçün olan optik cihaz nədir? Bu da proyektordur. Biz burada bir çox digər sözlərə baxmadıq. Məsələn, burada yəqin ki, rasional sözünün də mənasına baxarıq. Virtuala baxmadıq. Baxaq da, məsələn, rasional sözü nə deməkdir? Rasional nədir? Rasional, belə deyək də, hisslə yox, insanın hissləri ilə yox, ağıl və məntiqə əsaslanan deməkdir. Düzdürmü? Virtuala baxaq. Virtual nə deməkdir? Virtual xəyali aləmdir. Doğrudurmu? Sonra plantasiya nədir? Plantasiya. Plantasiyalar nə ola bilər? Plantasiyalar, əlbəttə ki, bunlar iri əkinçilik təsərrüfatlarıdır. Amma iqtisadiyyatda necə işlənə bilər? Demək, müəyyən kənd təsərrüfatı məhsulu yetişdirmək sahəsində ixtisaslaşmış əkinçilik təsərrüfatıdır. Sonra burada aksiya sözü var idi. Səhv eləmirəmsə, aksiya, buna baxaq. Görək, aksiya nə deməkdir? Aksiya. Aksiya nədir? Burada müəyyən məqsədə çatmaq üçün ictimai fəaliyyətdir. Düzdürmü? Yaxud da müəyyən miqdarda pul qoyulmasını təsdiq edən qiymətli kağızdır. Bir də yoddobayt ifadəsi var. Mətndə növbəti tapşırıqlarda biz onun izahına baxarıq. Bu mətndə məncə onu vermişdi də. Yoddobayt deyir ki, demək, bayt yaddaş anlayışını ifadə edir və bir yoddobayt 1 trilyon terabayta bərabərdir. Sonra keçək indi digər tapşırıqların izahına. Yəni bu tip hər mətndə yeni sözlər qarşısına çıxdıqca onların mənalarına baxmaq vacibdir. Yəni bu sözlər növbəti tapşırıqlarda ya sınaqda, imtahanda qarşısına çıxanda mənalarını bilməlisiniz. Keçirik növbəti tapşırığa. Məncə yaddan çıxan tapşırığımız olmadı. Baxaq. C tapşırığı gəlir. Deyir, fərqləndirilmiş ifadəyə diqqət edin və siz qapalı həyatı necə təsəvvür edirsiniz? Sizcə nə üçün mətndə təsvir olunan dövrdə insanlar qapalı həyat sürürlər? Mətndə göstərilir ki, yəni bizə məlum olur ki, biz C tapşırığını yaddan çıxartmadıq. Bir dənə baxaq, bir dənə yaddan çıxar. C tapşırığı, Sizcə əsərin qəhrəmanı, buna cavab verdikdə biz, daha doğrusu əsərin qəhrəmanı nə üçün su və torpaqla təmasda olmamışdır? Yəni, insanların su və torpaqla təmasının təhlükəli olmasının səbəbi onların təbiətə qarşı laqeyd münasibətindən irəli gələ bilər də. Laqeyd münasibətindən irəli gəlir. Buna görə, indi C tapşırığına keçid alırıq. C tapşırığı nə deyir? Fərqləndirilmiş ifadəyə diqqət edək. Qapalı həyata keçməzdən əvvəl qapalı həyatı necə təsəvvür edirsiniz və nə üçün mətndə təsvir olunan dövrdə insanlar qapalı həyat sürürlər? Mətndə bizə göstərilir ki, baş qəhrəman gənclik illərində normal, yəni həyat sürüb və bunu izah eləmişəm də sizə bayaqları. Təkrar qayıtmayaq bu tapşırığa. Və keçirik növbəti tapşırıqlarımıza. Söz ehtiyatı bölməsindən sözlərlə izahların uyğunluğu məsələsi var və burada elə mənalarında verib. İnsanın öz gündəlik həyatını video çəkilişdə əks etdirməsi bu nə idi? Bu vloq idi. Bütün yer kürəsini bürüyən dünya miqyaslı bu qlobal olsun.
Kompüter şəbəkəsinin əsas qurğu bu server olsun. Və təsvirlərin belə böyük ekranda göstərilməsi də bu da demək proyektor olacaq. Keçirik növbəti tapşırığına. Görək tapşırıq nə deyir? Deyir, yottubbayt haqqında verilmiş cədvələ diqqət eləyək və əgər 1 terabayt 12 bayt kimi ifadə olunursa, bir yottubbayt neçə terabaytdır? Buna baxaq. Yəni biz siz yəqin ki, informatika, riyaziyyat fənlərinizdən əldə etdiyiniz biliklərə əsasən bunu müəyyənləşdirə bilərsiniz ki, məsələn, 1 yottubbayt 1 trilyondur. Yəni 1012 terabayta bərabərdir. Və 1 yottubbayt hal-hazırda istifadə olunan, yəni kompüter saxlama vahidləri içərisində ən böyük kompüter saxlama vahididir. Aydındırmı? Rasionala bayaq izah elədik. Nə üçün deyir, baba nəvəsini rasional adlandırır? Rasional sözünün işləndiyi kontekstə diqqət eləsək, yəni belə deyək ki, yəni insan hisslə yox, ağıl və məntiqə əsaslanan, ağıllı, məqsədə uyğun, məqsədə müvafiq hərəkət edirsə, bu rasional düşüncə ola bilər də. Və daha sonra babanın nəvəsini nə üçün rasional adlandırılmasına gəlib çıxaq. Hestia babası ilə demək görüntülü danışıb onunla hal-əhval tutmadan mətləbə keçir. Ondan kömək istəyir. Bu isə babanın xoşuna gəlmir. Yeni dövr uşaqların belə deyək ki, ağıllı, məntiqli, bacarıqlı, amma duyğusuz olmağından gileylənir və ona görə də onu belə adlandırır. Keçirik ev tapşırığına və mətni oxuyaraq nə anladıq? Məzmununa əsasən suallara cavab verək. Deyir ki, babanın uzun ömür sürməsinin səbəbi, əlbəttə ki, belə deyək də, babanın uzun ömür sürməsinin səbəbi təbii ki, hüceyrə yeniləməsi prosedurunu keçməsi idi. Hestia nə üçün babasından kömək istənmişdi? Demək, insanlar yaddaş serverində lazımsız məlumatların saxlanılması səbəbindən yaddaş qıtlığı yaşayırdılar. Odur ki, insanlar təcili şəkildə yaddaş arxivinin, öz yaddaş arxivlərini 50% nə etməlidir? Təmizləməlidir, azaltmalıdırlar. Buna görə də Hestia babasından kömək istəyir. Hestia nə üçün yaddaşla bağlı məsələni qlobal, yəni ümumbəşəri bir problem adlandırır? Çünki bu problem yerdəki bütün insanlara aiddir, hamıya aiddir. Və baba Hestiaya necə kömək edir? Demək, vloqunda gündəlik belə həyatı prosesləri çəkmək nə idi? Vloq idi də. Vloqunda canlı yayım açaraq serverdəki yaddaşını 50%-ni silməklə onları da bu aksiyaya qoşulmağa dəvət edir. Düşün və cavab ver hissəsinə baxaq. Deyir, verilmiş məlumatı oxuyaq. Və nə üçün müəllif əsərin baş qəhrəmanını Hestia adlandırıb? Hestia nədir? Yunan dilində ocaq deməkdir. Yunan mifologiyasında Hestia ev, ocaq və ailə tanrısı hesab olunub və evlərin ocağını sönməyə qoymayıb. Ailədə barışıq yaratmağa kömək eləyib. Demək, Hestia ocağı o mənasını verir. Mifologiyada, xalq təfəkküründə ev, ocaq, ailə tanrısı deməkdir və bəs nəyə görə belə adlandırılıb? Çünki o evlərin ocağını sönməyə qoymayıb, ailədə barışıq yaratmağa kömək eləyib. Ona görə də ona nə deyiblər? Hestia deyiblər. Təqdimat hissəsinə diqqət etsək, nə var burada? Mətndə Hestia yaddaş yerinin qıtlığı ilə bağlı müraciətində bugün bizim üçün aktual olan ətraf mühitə, münasibət problemlərinə də toxunur. Təsəvvür edək ki, sosial şəbəkədə insanlara bu problemlə bağlı müraciət etmə imkanınız var. Yəni, araşdırma aparıb bu mövzuya təqdimat hazırlayın. Demək, bu bizim növbəti tapşırığımızda, düzdür. Biz təqdimatı necə hazırlaya bilərik? Buna diqqət eləyək. Əlbəttə ki, məsələn, burada birinə toxunaq da biz. Digərlərini siz yaza bilərsiniz. Siz, əziz şagirdlər, təqdimata hazırlaşmaq üçün ümumiyyətlə siz ilk növbədə müzakirə aparmalısınız. Yəni, bir-birinizlə müzakirə aparmalısınız. Və ətraf mühitin mühafizəsi ilə bağlı sizin yəni, kifayət qədər məlumatlı olmalısınız. Bu barədə indiyə qədər xeyli mətnlə tanış olmusunuz. Elanlar, plakatlar, təlimatlar,
və s. siz hazırlamısınız. Yəni müxtəlif mövzularda təqdimatlar hazırlamısınız. Ona görə də siz audio müraciət və video müraciətlərin hazırlanmasında yəqin ki, çətinliyi çəkməyəcəksiniz. Ona görə də bizim aşağıdakı hissədə deyir, bunların necə müraciət üçün aşağıdakı vasitədən birini seçin. Audio, yəni səslə, video isə çəkiliş formasında müraciət. Doğrudur. Ona görə də müraciət zamanı siz həm öz səs tonunuza, pauza, məntiqi vurğu kimi məqamlara diqqət eləməlisiniz ki, tam aydın başa düşülən olsun. Və son illərdə ətraf mühit çirklənməsi ilə bağlı statistik məlumatların toplanması, həmin məlumatların əks etdirən cədvəl və ya diaqramların hazırlanması bir qədər çətinlik yarada bilər. Bunun üçün məsələn siz bir çox saytlardan belə deyək ki, məsələn Azərbaycan avtomobil nəqliyyatının məsələn atmosferi ən çox çirkləndiyi ərazilərlə bağlı onların saytında statistik məlumatlar verilə bilər. Məsələn, aşağıda cədvəl təqdim olunub, bu cədvəldə var. Məsələn, bu cədvəldən yararlanaraq, məsələn, daha doğrusu həmin, belə deyək ki, Nəqliyyat Agentliyinin saytında məsələn verilib də 2022-ci ildə ölkəmizdə 20 ən çox çirklənmiş rayon məsələn, atmosfer hansı rayonlar daha çox çirklənib? Bu internet məlumatından istifadə eləməklə nə edə bilərsiniz? Məsələn, mən buradan baxıram. Düşünürəm ki, siz də məsələn həmin məlumatlardan istifadə edərək təqdimat hazırlaya bilərsiniz. Son 20-30 ildə ətraf mühitin çirklənməsinə bağlı məlumat toplayın. Ona görə də məsələn Azərbaycan avtomobil nəqliyyatının saytına daxil olaraq atmosferin ən çox çirkləndiyi ərazilərlə bağlı cədvələ baxarsınız. Məsələn, orada ardıcıllıq məsələn verib də Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri, Gəncə, Goranboy, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz. Yəni ardıcıllıq bu formadadır. Və həmin o dediyimiz təxminən 20 yaxın rayonun adını görəcəksiniz ki, ən çox bunlarda avtomobil nəqliyyatları ən çox bu rayonlarda inib atmosferi çirkləndirib. Həmin saytda o qrafiklər, cədvəllər verilir. Məsələn, oradan istifadə eləməklə belə bir cədvəl hazırlayıb təqdimat nümayiş etdirə bilərsiniz. Sonra əsəri oxuyarkən sizi daha çox hansı motiv, hansı məqam cəlb eləyir? Buna baxaq. Nə cəlb eləyə bilər? Burada demək, gələcək həyatda ailə münasibətləri, 150 il sonra dünyada baş verən yeniliklər, qapalı həyata keçmiş baş qəhrəmanın taleyi. Yəni, burada da hər kəs eyni cavabı deyə bilməz. Fərqli fikirlər də ola bilər, eyni cavab da ola bilər. Məsələn, kimsə 150 il sonraki yeniliklər, yəni onun üçün maraqlı ola bilər. Kimsə 2000 üçün isə qapalı həyat maraqlı ola bilər. Yəni bunların hansı maraqlıdırsa onu seçirsiniz və onun haqqında öz fikirlərinizi bölüşürsünüz. Dinləmə mətnimiz gəlir 15. Yusif Vəzir Çəmənzəminlinin Gələcək şəhər hekayəsini dinləyəcəksiniz və hekayənin 1933-cü ildə yazıldığını nəzərə alaraq gələcəklə bağlı hansı təxminlərin həyata keçdiyini sadalaya bilərsiniz. İndi hekayəni biz dinləyərik. Məsələn, 1933-cü ildə belə deyək də yazılıb da, düzdür? Və o hekayədə gələcəklə bağlı sanki hansı arzular öz əksini o vaxt tapıb ki, və həmin məqamlar artıq bugünkü gündə reallaşıb. Siz dinləməklə həmin nəticəyə gələ bilərsiniz. Həmin mətni dinləyək. Demək, Gələcək şəhər mətnini dinləyək. Gələcək şəhər. Tiflisdən yola düşən təyyarə Kürdəmrə qədər rahat gəldi. Əvvəl sakit görünən hava birdən qarışdı. Bərk külək başladı. Təyyarəçi istiqaməti dəyişməyi qərarı aldı. Təyyarədə 2 sərnişin vardı. Biri Həsən, o biri Sandroydu. İkisi də Bakıya gedirdilər. Fırtınadan Həsənin başı gicəllənirdi.
rəngi qaçmışdı. Üzünü yoldaşına çevirərək dedi: Sandro, indi biz Bakıda olmalıydıq. Görünür yolu azdıq. Səhərə yaxın təyyarə yavaş-yavaş enməyə başladı. Həsən, şəhər, şəhər deyə çığırdı. Şəhər göz qarşısında süfrə kimi sərilib, bütün təfsilatı ilə görünürdü. Yüzlərcə təyyarə 10-15 mərtəbəli evlərin üzərindən uçmaqdaydı. Şəhərin üstündə qurulmuş onlarca asma körpüdən dəmir yol qatarları keçirdi. Kənardan axan çay gəmilər və motorlu qayıqlarla doluydu. Təyyarə 10 mərtəbəli bir evin damına qondu. Gənc bir adam irəliləyib salam verdi və onları yeməyə dəvət etdi. Nahardan sonra şəhərə çıxdılar. Avtomobil onları sürətlə apararkən birdən durdu. Hər kəs pərişan halda bir-birinin üzünə baxdı. Gənc anlattı. Avtomobillərin, tramvayların mühərriklərinə adam vurmasın deyə bir makina qoyulub. Ön tərəfdə maneə görünən kimi mühərrik öz-özünə dayanır. Həsən heyrətlə, deməli küçələrdə 10 minlərcə avtomobil işlədiyi halda heç bir bədbəxt hadisə olmur. Onların gözləri birdən göyə sataşdı. Göydə iri hərflərlə yağış yağacaq sözləri yazıldı. Hər kəs daldalanmağa çalışdı. Həsən heyrətlə, yağış yağacağını nədən bilirlər, deyə sordu. Gənc, burada buludları da göyə makina vasitəsilə gətirirlər. Şəhəri təmizləmək üçün gündə 2 dəfə yağış yağdırılır. Bir neçə dəqiqə müddətində göyü buludlar bastı. Bərk yağış yağdı. Minlərcə fırçalı avtomobil çıxaraq küçələri süpürməyə başladı. 10 dəqiqə sonra buludlar dağıldı. Göy təmizləndi. Günəş göründü. Böyük binaların hər birində dispanser vardı. Burada cürbəcür tibbi makinalar vardı. Həsən makina qarşısına keçdikdə bədəninin şəkli ekrana düşdü. Makina işlədikcə şəkil dəyişilirdi. Əvvəl dərinin altı, sonra əzələlər, damarlar, sümüklər, axırda daxili üzvlər, yəni ürək, ciyər, mədə, böyrəklər incə nöqtələrə qədər göründü. Gənc söylədi. Şəhərimizdə xəstəlik yox kimidir. Cərrahlıq o qədər irəliləmiş ki, insanın ürəyini, ciyərini belə çıxarıb, əvəzinə yapmasını qoyurlar. Sandro heyrətlə, deməli, insan həmişə yaşaya bilər. Gənc fikrə getdi. Əbədi həyat yoxdur. Ancaq bir qocanın hüceyrəsini dəyişməklə onu gəncləşdirirlər. Burada 200 yaşlı adamlara hər addımda rast gələrsiz. Yolda gələrkən uzaqda görünən dağın başında dəmir qüllələr nəzərə çarpırdı. Gənc izah etdi. Bu qüllələr ildırım çaxarkən havadakı elektriki toplamaq üçündür. Şəhərin işığı və fabriklərin hərəkəti bu qüllələrə bağlıdır. Bundan başqa, məmləkətin müəyyən nöqtələrində qoyulmuş makinalar yayda günəşin hərarətini toplayır. Bu istilik ölkənin illik ehtiyacını ödəyir. Səyyahlar gəncə suallar verdikcə heyrətlənirdilər. Həsən, biz də bunlar kimi şəhər qura bilərik. Hər bir şey öz əlimizdədir. Sadəcə çalışmaq lazımdır. O gün səyyahlar təyyarəyə minib, bizim dünyaya uçmağa başladılar. Demək, dinləmə mətni dinlədik. Gələcək şəhər hekayəsini dinlədik və hekayənin dedik ki, 33-cü ildə yazıldığını nəzərə alaraq gələcəklə bağlı
Yəni hansı təxminlər həyata keçib? Yəni bu gün məsələn 33-cü ildə yazılıb. Burada belə deyək ki, gələcəklə bağlı hansı fikirlər səslənib və bugünkü gündə həmin fikirlərdən hansılar reallaşıb, hansılar həyata keçib? Məsələn, biz belə yanaşa bilərik ki, biz bu mətni dinləyəndən sonra hekayənin 33-cü ildə yazıldığını nəzərə alaraq artıq həyata keçmiş təxminlərimizi sadalayırıq. Müasir dövrdə tibbi cihazlar, cərrahiyyə sahəsində xeyli inkişaf var. Artıq əsərdə sözü gedən müayinələr, cərrahi müdaxilələr bugünkü gündə mümkündür. Həmçinin bu gün məsələn bir günəş enerjisindən istifadə də genişlənir. Yəni onlar vaxtı ikən belə deyək ki, bir gələcəklə bağlı bir arzular idisə, bugünkü gündə artıq onlar öz reallığını tapmış faktlardır. Gələcək şəhər indi dinlədiyiniz mətn, bir də əsas bizim yazılı mətnimiz. Bunların hər ikisinin məzmunu baxımından, belə deyək, hər ikisinin məzmununda nədən söhbət gedir? Yəni biz bunların mövzu, məzmun, ideya baxımından nə edə bilərik? Müqayisə edə bilərik. Hər ikisi nədən danışılır? Bunlara diqqət edəcəksiniz və mövzu baxımından, məzmun baxımından, ideya baxımından bunları müqayisə eləmiş olacaqsınız. Qrammatika qaydamız söz birləşmələri cümlə üzvü kimi. Ümumiyyətlə söz birləşməsi nədir? Qaydanın özündə bu var. Söz birləşməsi, yəni sözlərin birləşməsi. Söz birləşməsi nəyə deyilir? Deyirik ki, iki və daha artıq və ya daha çox müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsi nədir? Birləşməsi söz birləşməsi adlanır. Söz birləşməsidir. Demək, iki və ən azı söz birləşməsinin yaranması üçün ən azı neçə müstəqil söz olmalıdır? Demək, ən azı iki müstəqil söz olmalıdır. Ən azı. İki müstəqil söz, belə deyək ki, bir-birlə məna cəhətdən əlaqələnirsə, bu nə yaradır? Söz birləşməsi yaradır. Məsələn, yazıram bura, uca dağ. Uca sözü dağ sözü ilə məna cəhətdən əlaqələnir. Yəni, dağ uca ola bilər, doğrudur. Və söz birləşməsi yarandı. Yaxud da burada yazırıq, kənd yolu. Kənd sözü ilə yol sözü bir-birlə məna cəhətdən əlaqələndi. Yarandı nə? Söz birləşməsi. Yazmaq olar, dağın havası. Sonra, nə bilim, evə getmək. Evlə getmək sözü bir-birlə məna cəhətdən əlaqələnir və söz birləşməsi yaranır. Qarşımıza çıxan hər iki söz, yəni söz birləşməsi deyil. İki söz müstəqil söz olmalıdır. Məsələn, tutaq ki, yazıram evə tərəf. Bu birləşməyə biz söz birləşməsi deyə bilmərik. Çünki burada ev sözünün mənası var, amma tərəf axı köməkçidir, qoşmadır. İstiqamət bildirir. Bunun leksik mənası yoxdur. Demək, burada bu söz birləşməsinə oxşuyur, amma bu söz birləşməsi deyil. Çünki burada bir dənə müstəqil söz var. İndi isə qaydalara keçək. Deyir, nöqtələrin yerinə müvafiq suala, yəni bu suallara cavab verən söz birləşmələri yazaq, cümlələri tamamlayaq. Və bizə hazır nümunələr də söz birləşməsi verib. Xalq və qəhrəman sözü birləşib, söz birləşməsi yaradıb. Aynən əvvəl sözü birləşib, söz birləşməsi yaradıb. Oğul, uğur və eşitmək. 3 dənə söz məna cəhətdən əlaqələnib, söz birləşməsi yaranıb. Digər iki nümunədə həmçinin. Deyir, ana çox sevindi. Demək, bura nə artıra bilərik? Oğlunun uğurunu eşidən yaza bilərik də bura. Oğlunun uğurunu eşidən. Ana sevindi. Sevindi kim? Ana. Hansı ana? Oğlunun uğurunu eşidən. Fikir verirsiniz. Cümləni tamamladıq. Həmin söz birləşməsinin cümlədəki rolu nədir? Ana çox ola bilər. Hansı ana?
oğlunun uğurunu eşidən ana. Yəni bu bir təyin edici funksiyada çıxış elədi. Fikir verirsinizmi? Cümlə təyin kimi işləmiş oldu. Sonra hara qarla örtülmüşdü? Hara sualına cavab verən söz birləşməsi artırmalıyıq. Bura ən uyğunu hansıdır? Dağların zirvəsi. 2-də yaza bilərik də biz bura. 2-də məsələn yazaq. Bunu silək buradan. Niyə silmək olmadı? Aha. 2-də məsələn yazaq nə? Dağların zirvəsi qarla örtülüb. Hara? Dağların zirvəsi. Burada məkan məzmununu bildirdi və cümlə üzvü kimi, daha doğrusu, bəli, məkan məzmununu bildirsə belə cümlədə artıq mübtəda kimi çıxış eləmiş oldu. Sonra, Babək kimdir sualına cavab verək də. Nə verə bilərik? Yaza bilərik bura, xalq qəhrəmanıdır. Kimdir? Xalq qəhrəmanıdır. Xəbər vəzifəsində işlənmiş oldu. Sonra nə zaman imtahanımız olacaq? Uyğun söz birləşməsi. Ayın əvvəli. İmtahanımız olacaq. Nə vaxt, nə zaman? Ayın əvvəli. Sonra tikdim nəyi? Köynəyin tikdim. Nə qaldı ki burada? Köynəyin düyməsini olar da hər halda. Elə deyil. Köynəyin düyməsini nəyi tikdim? Bunu da bura yazmaq olar. Sonra növbəti yadda saxla hissəsində deyir ki, söz birləşmələri, həmçinin frazoloji birləşmələr cümlə üzvü ola bilir. Bir çox söz birləşmələri bütövlükdə cümlənin bir üzvü olur. Baxaq nümunələrə. Hamı divardan asılmış xəritəyə baxırdı. Baxırdı. Kim? Hamı. Hamı baxırdı. Nəyə? Xəritəyə. Tamamlıq. Hansı xəritəyə? Divardan asılmış. Burada təyin olur cümlə üzvü kimi və bu fe'li birləşmə ilə ifadə olunur. Fe'li birləşmə nədir? Söz birləşməsinin əsas tərəfi, yəni ikinci tərəfi məsdər, fe'li sifət, fe'li bağlama şəkilçisi ilə ifadə olunursa, bu fe'li birləşmə hesab olunur. Uşaqlar nağla diqqətə qulaq asırdı. Bitkini yaradır da. Qulaq asmaq frazoloji birləşmədir. Qulaq asırdılar. Nə edirdilər? Bu xəbər kimi çıxış elədi cümlə üzvü kimi. Maşının sürəti azalırdı. Azalırdı. Nə? Maşının sürəti. Nə sualına cavab verir? Cümlədə mübtəda oldu. Maşın və sürət hər ikisi ad bildirən nitq hissəsidir demək. İsmi birləşmədir və ya söz birləşməsidir. İsmi birləşmələrin birinci tərəfi da, ismi birləşmət də birinci tərəfi deyir ki, sayla, sifətlə, fe'li sifətlə ifadə, sifətləşmiş sözlərdə ifadə olunursa, həmin tərəf ayrıca cümlə üzvü, təyin kimi çıxış elə bilər. Məsələn, bu kontekstdə deyir. Aslı tərəf say olsun. Söz birləşməsində birinci tərəf aslı tərəfdir. İkinci tərəf əsas tərəfdir. Burada məsələn, divar aslı tərəf, asılmış əsas tərəf. Maşın aslı tərəf, sürət əsas tərəf. Deyir ki, həmin tərəf ayrıca cümlə üzvü kimi çıxış edir. Yaxşı, yağışlı hava əkinçiləri sevindirdi. Sevindirdi nə? Hava. Yağışlı hava axı bir yerdə söz birləşməsidir. Yağışlı hava söz birləşməsidir. Amma bu cümlədə təhlildə parçalanıb. Kimi əkinçiləri? Hava əkinçiləri sevindirdi. Hansı hava? Yağışlı. Yağışlı ayrıca cümlə üzvüdür. Hava da ayrıca cümlə üzvüdür. Cümlələrdəki söz birləşmələrini seçin. Hansı cümlə üzvü olduğunu tapaq. Tut ağacı həyətə kölgə salırdı. Salırdı. Nə? Tut ağacı. Tut ağacı söz birləşməsidir və cümlədə mübtəda kimi çıxış elədi. Alma şirəsini soyuducuya qoydum. Qoydum nəyi? Alma şirəsini. Bu bir yerdə məna verir. Dairəli verməz ki məna. Alma şirəsini soyuducuya qoydum. Nəyi? Bura tamamlıq kimi çıxış eləyib. Evimizin qabağında var. Nə var? Park. Harada? Evimizin qabağında. Burada zərflik kimi çıxış eləyir söz birləşməsi. Həkim kimdir? Bizim qonşumuzdur. Kim həkim? Bizim qonşumuz söz birləşməsi və xəbər kimi çıxış eləmiş oldu. Uyğunluğun doğrusu yanlış olduğuna baxaq. Qatar gecə yarısı yola düşdü. Yola düşdü nə? Qatar. Nə vaxt, nə zaman? Gecə yarısı. Deyir, xəbərin ifadə vasitəsi frazoloji birləşmədir. Yola düşmək frazoloji birləşmədir. Baxın, hansı kontekstdə hansı mənanı verir. Məsələn, maşın yola düşdü, mən yola düşdüm,
Qatar yola düşürsə, bəli, bu hərəkətə başlamaq mənasında. Bu frazi birləşməli. Həqiqətən burada xəbər frazi birləşməli ifadə olunur. Desəydik ki, əlimdən qələm yola düşdü. Hə, yola qələm düşə bilər. Bu həqiqi mənadır. Məktubu yazarkən diqqətli ol. Cümlədə tamamlıq, zərflik, xəbər var. Nə et? Diqqətli ol. Nə vaxt, nə zaman? Məktubu yazarkən. Burada zərflik var, bir də xəbər var. Tamamlıq yoxdur. Demək, bu bir doğrudur, iki yanlışdır. Qonaqları qarşılamaq mənə tapşırılmış. Tapşırılmışdı. Nə? Qonaqları qarşılamaq. Burada mübtəda fe'li birləşmə ilə ifadə olunur. Fe'li birləşmə nə idi? Söz birləşməsi ikinci tərəfində məsdər, fe'li sifət, fe'li bağlama varsa, bu fe'li birləşmə idi. Demək, bu da düz oldu da. 3-də düzdür. Bağban ağacların gövdəsini ağardırdı. Ağardırdı kim? Bağban. Nəyi? Ağacın gövdəsini. Tamamlıq ismi birləşmə. Ağacların gövdəsi. Hər iki söz ad bildirən ilk səs ifadə olunub və tamamlıqdır, düzdür. Küçədə qonşumuzun qızı Səbinəni gördüm. Kimi Səbinəni? Hansı Səbinəni? Qonşumuzun qızı. Harada? Küçədə. Tamamlıq ismi birləşmə. Tamamlıq isimlə ifadə olunub. İsmi birləşməklə yox. Bu da olsun yanlış. Belə ümumiləşdirici tabi təkrar da izah edək, qalmasın bir şey. Cümlələrdə altından xətt çəkilmiş sözlər ismin hansı halındadır? Bunu ayrıca bu video kimi qeyd edeyim.